Almaniyanın ən bahalı 10 şirkətinin siyahısına baxsanız, maraqlı bir mənzərə görərsiniz. Onların çoxunun yaşı 100-ü çoxdan keçib. Amerikada hamı yeni nəsil texnologiya dalınca qaçanda, Çin dünən yaranan şirkətləri ilə öyünəndə Almanlar öz qoca nəhənglərinə güvənirlər. Və bu şirkətlər neft, qaz yox, dünyanın ən mürəkkəb mühəndislik möcüzələrini istehsal edirlər. Gəlin Almaniyanın qocalardan birinə, hamımızın tanıdığı Siemens şirkətinə yaxından baxaq. İndi hər yerdə yüksək sürətli qatarlarını və tibbi cihazlarını gördüyümüz bu nəhəng vaxtilə az qala tarixin tozlu rəflərinə gömüləcəkdi. İnanmayacaqsınız, amma Siemensi xilas edən məhz Rusiya imperiyası oldu. Oy bile! 1847-ci ildə işə təzə başlayanda onlar nə qatar düzəldirdilər, nə də telefon. İlk böyük sifarişləri Berlin və Frankfurt arasında teleqraf